videoda sizi uşaqlığımıza aparıram. Dadı o qədər gözəldir ki. Qaba ilk öncə ılıqlatdığım suda əlavə edirəm. Kərə yağını, şəkər tozu, quru maya əlavə edirəm. 1 ədəd yumurtanı tam şəkildə əlavə edirəm. 1 yumurtanı da sadəcə ağından istifadə edirəm. Xəmiri yoğururam. Xəmir hazırdır. Yarım saat mayalanmaya qoyuram. İçli üçün qaba 1 stəkan un, 1 stəkan şəkər tozu, bir də 50 qram kərə yağı əlavə etmişəm. Gözəl dad versin deyə də 1 paket vanilin əlavə etdim. İndi içliyi hazırlayıram. Xəmir çox gözəl mayalanıbdır. İndi xırda kündələr halına gətirirəm. Üzərinə yumurtanın sarısını çəkin dərəcəli sobada yarım saat pişirəcəm. Bulkalarımız hazırdır. Videomu bəyənib səhifəmi izləməyi unutmayın.